Salam. Bugünkü demək dərsimiz daha çox mənimlə bağlı bir paylaşım etmək istəyirəm. Bugünkü dərsim daha çox oxşarlıqlarla bağlı olan bir hissəni paylaşmaq istəyirəm uşaqlar. Bunu diqqət edək. Demək, oxşarlıqlarımızın demək nə ilə bağlı deməli üstünlük vermək istəyirəm. 1949-cu ildə demək nələr baş vermişdir? 1949-cu ildə baş vermiş hadisələri bura bir-bir qeyd edək və bunları bir yerə qeyd edək, yalnız qalsın. 1949-cu il başlayaq demiş olar burada birinci NATO adlı hərbi təşkilatımız yaranması. NATO hərbi təşkilatdır bu. Deməli bu təşkilat 2-ci Dünya müharibəsindən sonra yaranmışdır. Bu yaradan ölkə təbii ki Amerika Birləşmiş Ştatları və Avropa ölkələridir. Avropa ölkələridir. Bu təşkilatın deməli yaranmasından məqsəd nədir? Bu təşkilatın yaranmasından məqsəd SSR qarşıdır, indi isə Rusiya qarşıdır. Yəni bu hərbi təşkilatın bir nömrəli məqsədi var. NATO'nun bu təşkilatın məqsədi bundan ibarətdir. Bu təşkilatlar bizim bildiyimiz qardaş, bizim dost ölkəmiz Türkiyə dövləti olar. Bəs nə vaxt daxil olub? Türkiyə, demək NATO'ya 1952-ci ildə daxil olur. Həmin vaxt demək Türkiyənin, burada qeyd edək, Türkiyənin baş naziri Adnan Menderes olmuşdur. Türkiyə NATO'ya hansı şərtlə daxil olur? Demək 1950-1954-cü illərdə deməli Koreyada müharibə baş verir və həmin müharibə deməli gidişatında Türkiyənin həmin savaşda iştirak etmək şərtindən NATO'ya daxil olmasına şərt qoşulur və Türkiyə öz hərbçilərini Koreya müharibəsinə göndərir. Koreya bildiğimiz Yaponiya, uzaq şərqdə olan ölkədir. Həmin müharibədə iştirak etmək şərti ilə Türkiyə NATO'ya daxil olmaq şərt qoyulur və həmin orada ordusunu göndərir Türkiyə və 1952-ci ildə Türkiyə NATO'ya daxil olur. Və həmin vaxt Türkiyənin baş naziri Adnan Menderes idi. Bir də NATO'nun bizlə bağlı olduğunu demiş sizlərə uşaqlar. NATO'nun sonra burada belə bir dairə alır. NATO'nun demiş olar gəldik, burada bir oxşar çıxaldım. Yazın burada demək Azərbaycan Respublikası. Azərbaycan Respublikası bəs NATO'ya üzvüdür. Yəni NATO'ya daxil demir, xeyr uşaqlar. Biz NATO'ya daxil deyilik, biz NATO'nun üzvü deyilik. Biz sadəcə NATO'nun bəzi proqramlarını işləşmişik. Onun sülh naminə olan proqramlarında yaxından işləşmişik. Biz NATO'ya nə vaxt demək ilk yaxınlaşmamız olub? 1992-ci ildə. 92-ci ildə artıq Şimali Atlantik Aliyasına ilk yaxınlaşma, ilk beləcə görüş olur. Və 1994-cü ildə biz NATO'nun sülh naminə tərəfdaşlıq proqramına qoşuluruq. Həmin vaxtı Azərbaycan Respublikasının prezidenti öndərimiz Heydər Əliyevdir. 92-ci ildə isə prezidentimiz istədiyim kimi idi Əbubəkir Seçbəy. Demək 94-cü ildə biz NATO'nun hansı proqramına qoşulduq? Sülh naminə proqramına qoşulduq. 2002-ci ildə isə deməli, 2002-ci ildə isə NATO'nun qısa yazılımlara asosiallaşmış üzvlüyünə daxil olduq. 2002-ci ildə NATO'nun İstanbul zirvə toplantısında isə biz NATO'nun sülh naminə asosiallaşmış üzvlüyünə daxil olduq. Şimdi bu NATO'nun bağlı bildiyimizsə, biz bununla bağlı 1949 oxşarlıqdan biz normal deyəcəkdim. Nəsə bunu demək istədim. Məncə də bu məsələ önəmlidir. Buna diqqət edin. 1949-cu ildə demiş olar nə baş verib? 1949-cu ildə Çin Xalq Respublikası nə oldu? Əsas oldu. 1949-cu ildə başqa nə baş verir? Deməli, qarşılıqlı iqtisadi yardım şurası yaradılır. Bu yardım ölkə hansıdır? Təbii ki, SSR-dir. Demək, bu qarşılıqlı iqtisadi yardım şurasının məqsədi NATO'ya qarşıdır. NATO, beləcə qarşı-qarşı qoymuş bir hərbi təşkilatdır. Bunu yaradan SSR-dir, bu yaradan Amerika Birləşmiş Ştatlarıdır. 1949-da bəs bizdə nə baş verib? Azərbaycan SSR-də nə baş vermişdir? Dənizdə ilk dəfə neft çıxarılıb. Dənizdə neft çıxarılmış olar. İlk dəfə 1949-cu ildə. Sonra 1949-cu ildə nə baş verir? Deməli, Heydər Hüseynov, Azərbaycanlı Heydər Hüseynov demək kitab yazır. Kitabın adı belədir. İctimai və iqtisadi vəziyyətlə bağlı bir kitab yazır. Kitabına yazmaya ehtiyac yoxdur. Heydər Hüseynov yazdığı kitab Sovet rəhbəri, yuxarıdakı şəxslərin xoşuna gəlmədiyi üçün Heydər Hüseynovun əlinə daxil edilmiş mükafat əlindən alınmış olur. Başqa 1949-cu ildə nə baş vermişdir hadisə? 1949-cu ildə deməli NATO dedik, Çin Xalq Respublikasını dedik, qarşılıqlı iqtisadi şurasını dedik. Sonra gəldik 1949-cu ildə Almaniyanın parçalanmasına. Almaniya nə oldu? Parçalandı. Almanya demək parçalandı, iki hissəyə parçalandı.
Demək bir, Amerikanın təsir dairəsində olan Almanya Federal Respublikası yaranır. İkincisi isə SSR-nin təsir dairəsində Almanya Demokratik Respublikası yaradılmış olur. Və bunu vurğulayır ki, Almanya Liqasına birləşdi. Almanya birləşməsi 1990-cı ildə birləşir. Birləşmiş Almanya'nın da ilk kansleri Helmut Kohl olmuştur. 1990-cı ildə Almanya birləşir. 1949-cu il demək başqa hadisələr deyə bilərik. 1949-da əslində düşündükləriniz var. 49 numaralı oxşar cəhətlər bundan ibarətdir. Əlavə qeydləri varsa, siz də kommentlərə yazıb, orada 49-da baş vermiş hadisələri əlavə edə bilərsiniz bu yazılarımıza. Oldu, sağ olun.